Bismillahirrahmanirrahim. Elhamdülillah. Vahdə və salatu və salamu alə məllə nəbiyyə bədə əmmə bəq. Deməli, yəni söhbətimiz hələ müəllif rahiməhullah o seyirbazlar və baxıcılar və ona oxşar mövzuda davam eləyir. Keçən dərsdə deyik ki, bugünkü dərs deməli olacaq Babu məcəə fin nuşra. Yəni nuşra barədə nə gəlib? Yəni nuşra elə bir ki, malicənin bir növüdür. Aleyküssalam. Nuşra malicənin bir növüdür. Yəni burada söhbət gedir, insan birdən cin girəndə və ya sehr olanda o malicə yolları. Yəni müəllif rahiməhullah burada gətirib ki, təbii ki, biz bilirik ki, cindən malicə var, sehirdən. Yəni, malicə elmi olan insanı. Müəllif burada rahiməhullah sadəcə bunu bəyanləmiş deyib ki, cahillik devrində ki, sehri malicə edirdilər, əgər biri sehr olunursa, onu cahillik yolla sehr edirdilər. Yəni, sehri sehirlə malicə edirdilər. Bu cür haramdır. Yəni, haramı haramla malicə eləmək olmaz. Batili haqla malicə eləmək lazımdır. Yəni, bu qaydadır. Elə bir. Ona görə sehirlə malicə eləmək olmaz. Düzdür, keçən dərsdə dedik ki, yaxşı şeylərdə istifadə eləmək olar cinləri. Necə ki, məsələn, sahabələrdən, hətta Ömər ibn Xattabın vaxtında misal da çəkdik ki, hadisə olmuşdu, gəlib soruşdular o qadından. Dedilər ki, hardadır? Daha doğrusu, Ömər ibn Xattab hardadır? Narahat idilər. Amma bu elm biraz qəlizdir. Ən salamatı belə məsələlər girişməmək. Çünki qeybi aləmdir. Və xüsusən də elmdə zəif olanda adam aza bilər. Elmdə ümumiyyətlə zəif olanda xüsusən adam elə nəyə ki qeybi məsələlərdir. Görünən məsələlərdə adam azırsa təsəvvürlə qeybi məsələlərdə. Xüsusən də biz bilirik ki, cinlər var, onlar da cürbəcürdür. Onlardan da var, məsələn, rafisilər var, xristiyanlar, həbəşilər, xavariclər və s. Aydındır. Deməli, burada buyurur ki, rahiməhullah, deməli, Babu məcəə fin nuşra. Yəni, nuşra barədə nə gəlib? Nuşra ərəb dilində ümumiyyətlə ayırmaqdır. Yəni, elə bir ki, sehirə olunan adamı sehirdən ayırırlar. Ona görə bu ad verilib. Və, yəni, qıssa desək, sehir olunmuş adamın malicəsi. Malicə eləmək. Və burada müəllif rahiməhullah Cabir radiyallahu anhün rivayətini getirir ki, ənə Rasulullah sallallahu aleyhi ve sellem qal, su'lə ənin nuşra fəqalə hiyyə minə ameli şeytan. Nuşra barədə Peyğəmbər sallallahu aleyhi ve sellemlə soruşdular. Dedi ki, bu şeytan əməlidir. Şeytan əməlidir. Yəni, burada hansı qəsd olunur? Cahillik devində edilən malicə. Yəni, sehri sehirlə malicə eləmək. Ona görə, bu haramdır. Yəni, şeyx Peyğəmbər sallallahu aleyhi ve sellem yəni, bunu qəsd eləyib. Çünki ne üçün? Yəni, özü malicə eləyib. Aydındır. Quran-ı Kərimlə, başqa yollarla malicələr var axı sehrin. Yəni, burada qəsd olunan nədir? Yəni, cahillik devrində edilən nuşra malicə, o da sehri sehirlə malicə eləmək. Deməli, bu da, yəni, haram yolu budur ki, şeytanlardan istifadə eləmək. Şeytanlardan istifadə eləmək, bu da, yəni, olmaz. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, ən-nuşra min ameli şeytan, yəni, şeytan əməlidir. Yəni, sehiri sehirlə malicə eləmək, cinlərlə. Ona görə bəzi alimlər hətta, məsələn, İbn Məsud radiyallahu anhuma sahabələrdən idi. O hətta hər bir növün inkar eləmişdir. Yəni, ikra eləmişdir, görmürdü. Hətta Quran asmaq. Quranı asmaq özündən. Çünki bəzi sələflər, biz bilirik ki, icazə veriblər, hətta sahabələrdən Quranı asmaq. Yəni, malicə üçün. Bəzi, yəni, sahabələr ixtilaf ediblər bu məsələdə. Quranı asmaq olar, yoxsa asma olmaz. Quranı ya, başqa heç nə. Ancaq Quranı ayələrin.
Yəni, əhsən yaxşısı budur ki, asmamaq, tərk eləmək. Aydındır, çünki bunun xeyrindən çox zərəri çoxdur. Xüsusən avamların arasında. Çünki avam adamın yanında belə eləyəndə ona kifayətlənir. Necə ki, məsələn, avam adam kifayətlənə bilər, məsələn, Quran ayəsi evində asıb. Ona özün İslamı bildirir. Deyir, mən müsəlman. Müsəlman, görürsən, mənim evimdə nə var? Yəni, elə bilir ki, o kifayətdir. Aydındır və ya məsələn, tutaq ki, hətta namaz qılmayam, gedib həccə girək, hecə olacaq, deyəcək, hecəyəm, artıq həcə olmuşam. Ona kifayətlənir. Ona görə avamların qabağında bəzi şeylər, hətta icazə verilən şeylər hərdən tərk eləmək lazımdır. Yəni, elə başa düşərlər ki, məsələn, bu bəsdir. Aydındır, məsələn, və ya tutaq ki, elə obyektlərin yanında, məsələn, məscidlər var. Aydındır, məsələn, bizdə Quba yanında bu yolun rekti var, 5 barmaq. 5 dənə deyil, yəni çoxdur, düzü. Hə. Elə başsal var ki, oradan keçəndə dolar verməlisən də, yəni pul verməlisən. Hə, yoxsa qəza olur. Hə, ona görə deməli buna baxmayaraq 5 barmaq yuxarıdadır, lakin aşağıda məscid var. Məscid də bilsən, məsciddən böyük orada nəzir qutusudur, düzdür. Məscidin yarısı nəzirdir, nəzir qutusu. Lakin yer var orada, bir də adam belə girsə tapa biləcək yer. Lakin yenə məsləhət deyil. Çünki avamlar elə biləcək ki, burada ibadət edirlər, elə biləcək doğrudan bura pir imiş, doğrudan bura müqəddəs yerdir. Aydındır, məsləhətdir tərk eləmək. Yəni, hərdən bəzi əməllər, hətta caiz olsa belə, tərk eləmək daha məsləhətdir. Aydın qardaşlar, ona görə bir Masud radiyallahu anhuma görmürdü. Hətta Quran asmaq, lakin amma səhih budur ki, yəni İbn Masud, yəni necə İbrahim Nəxəydə rahiməhullah, o da qeyd edir ki, bəs İbn Masud bütün bu cür malicəni inkar edir. Lakin səhih budur ki, xeyr. Səhih budur ki, çünki sabitdir ki, bu cür malicə var, yəni Quranla, aydındır, Quranla malicə var. Ona görə hətta İbn Məsud ola bilsin o caiz olmayan yolları, yəni inkar edir. Caiz olmayan yolları sadəcə Quran məsələsində görmürdü. Caiz görmürdü, ola bilər bu məsləhəti görə. Ki, avamlar buna kifayətlənəcək. Sonra, deməli, müəllif deyir ki, və fil Buxari ən Qatadə, deməli, qultul İbn-i Museyyib, Said ibn Museyyib, böyük tabinlərdəndir, Qatada da kiçik tabinlərdəndir. Deyir ki, raculun bihi tibbun əv yu'xadu an imratihi əyuhallu anhu əv yunşar qalə lə bəsə bihi innəmə yuriduna bihil islah fəəmmə mə yənfəu fələm yunhə anhu. Müəllif burada rahimullah təliq rivayətlərdən gətirir Buxaridə. Said ibn Museyyibdən deyir ki, bir kişi nəsə olursa və ya məsələn qadından soyuyursa, məsələn, ayırır və ya qadınla ola bilmir, məsələn. Məsələn, şəhvəti zəifləyir. Aydındır. Deyir ki, bu cür adamı yəni malicə eləmək olar və deyir ki, lə bəsə bihi. Said ibn Museyyib deyir ki, eyb etməz. Yəni, eləmək olar. Yəni, bu yolla onlar islah eləmək istəyir də. Yəni, bu malicənlə onlar islah eləmək istəyir. Və nə fayda verir, nə fayda versə, o qadağan deyil. Nə fayda versə, o qadağan deyil. Ona görə bəzi, xüsusən həmbəli alimləri caiz görüblər, hətta sehirlə malicə eləmək, əgər xeyr olacaqsa. Lakin zəif rəydir. Səbəb budur ki, sehirlə malicə eləmək olmaz. Əlhamdülillah, malicə üçün yəni Quran var. Ona görə Quran ən böyük islah Qurandır. Ən böyük islah Qurandır və Quranla malicə eləmək lazım. Sonra buyurur ki, "Varəvə yəni el-Hasan enhu qal la yahillu as-sihr illa sahir." Qal İbn Qayyim en-Nuşrat. Sonra Hasan rivayətini gətirir ki, sehri ancaq sehirbaz aça bilər. Sehri ancaq sehirbaz aça bilər. Ancaq səhih budur ki,
Hətta görsün ki, aça bilər, ona müraciət eləmək olmaz. Hədən gedirlər ki, bəziləri seyir açmaq üçün baxıcıların yanına və ya seyirbazın yanına ki, bu seyri aç. Olmaz gedmək, olmaz. Ona görə İbn Qeyyim rahimehullah burada buyurur ki, "Ən-nuşratu hallu sihri anil məshhuri və innəmə və hiyə nəv'an. Ahaduhuma hillu bi sihrin mitlih və huvəl-ləzi min amali şeytan." İbn Qeyyim rahimehullah deyir ki, sehirdən sehir olunmuş adamı sehirdən müalicə eləmək üçün iki növ var. Birinci, sehirdən müalicə, bu da şeytan əməlidir. Və aleyhi yuhməl qavlul həsən fəyətəqarrabu nəşiru vəl-muntaşiru ilə şeytan bimə yuhibbu fəyubtilu aməluhu anil məshhur. Və thəni, ən-nuşratu bil-ruqya və-ta'vuzat vəl-ədviyyəti və-da'avat əl-mubahə fəhədə caiz. Deyir, amma ikinci yolu isə ruqyadır. Ruqya bilirsiniz ki, oxumaq. İndi burada ruqya cürbəcür növləri var. Məsələn, ruqya ola bilər, Quranla oxuyasan. Ola bilər, məsələn, hansısa bitkinə verəsən, məsələn, udul hind və ya məsələn, sidr ağacının yarpaqlarını o, məsələn, suyu töküb, içi və ya çiməndə üstüvə atmaq və ya məsələn, tutaq ki, xurma, məsələn, Mədinədə, Mədinə xurması, onda alimlər ixtilaf ediblər ki, bir dənə əcvəfdir, yoxsa bu bütün xurmalara aiddir. Bəzi alimlər deyirlər, hətta bu bütün xurmalara aiddir ki, adam sehir olanda özü müalicə eləmək üçün və müşkdir. Bu cür yollar olar, məsələn. Bu cür yollar olar səhərdə müalicə. Və biz bilirik ki, yəni əlamətləri də qardaşlar, insan sehir olanda əlamətləri çoxdur. Təbii ki, bu məsələyə çox girmək istəmirik. Xüsusən elmdə zəif olanlar, bir şey olsa, onlarda dərhal mənə sehir olub. Bu da düzgün deyil. Ola bilər, sehir olmasın, bu əlamətlər olsun. Aydındır. Ona görə bizdə, məsələn, qardaşlar arasında, məsələn, nə oldu? Məsələn, bizdə deyirlər cindir. Lazım da ölüyor. Yəni, cinlər, birinci adama cin girsə, adam birinci sakit olmaz. Aydındır, bilinir adamda cin olanda belə, təxminən. Ona görə, ola bilən insan gözdəysin. Cindən əlavə hələm orada nə qədər şeylər var. Gözdəysin. Ola bilər, cadu eləsinlər. Ola bilər, məsələn, qoxsun insan. Ola bilər, məsələn, psixoloji nəsə problemlər olsun, nəsə təsir eləsə həyatda. Aydındır. İnsan ola bilər, bir hadisədən təsirlənir. Ola bilər, həyat ağırdır, o görürsən ki, ona psixoloji problemlər verir. Ola bilər, adam doğrudan xəstədir. Doğrudan ağlı problemlər var, cin də deyil. Ona görə dərhal cin demək olmaz, qardaşlar. Ona görə sehirdə nə vaxt əlamətlərdən, məsələn, eləsi var, yuxuda olur. Məsələn, mən təbii ki, bəzilərini toxunacağım. Çox istəmirəm girişəm bu məsələyə. Çünki nə oldu? Biraz zəif olanlar deyəcək, qutardı, məndə seyirdi. Məsələn, yuxuda olanlardan, məsələn, boğulmaq. Məsələn, boğulmaq əlamətləri. Məsələn, heç nədən başlayıb boğulmağa gecələr. Və ya, məsələn, tutaq ki, tərəmək. Tər basır. Nəsə olub. Aydın da olub, nəsə toxunub. Və ya, məsələn, yəni, ürək bulanmaq da var. Gülmək yuxuda. Gülür, tez-tez gülmək. Artıq görürsən ki, belə yatmırdı qabaq. Artıq görürsən ki, hətta yuxuda və ya ağlamaq, qışqırmaq. Aydındır. Sinədə sıxıntı hiss eləmək. Həmçinin, bu yatandadır təbii. İndi bir dənə şey olan kimi o saat qorxma. Aydındır. Ola bilər, adam qorxu beləsin belə və ya nəsə hadisə təsir etsin. Amma bu əlamətlərdən ola bilər. Qəti bunu qəbul eləməyin. Həmçinin oyaq halda isə, məsələn, daimi baş ağrısı. Aydındır, məsələn, daimi baş ağrısı və ya, məsələn, şəhvətin zəifləməsi. Görürsən, xüsusən də bu təzə evlənənlər üçün eləyirlər. Şəhvəti zəiflədirlər. Məsələn, istəyir olmaq, elə ki, qadınla yaxınlaşanda ola bilmir. Və nə qədər olub belə, nə qədər? Aydın qardaşlar, bunu çox eləyirlər. Sonra, əsasən qadınlar eləyir də. Məsələn, görürsən, istəyirdi, alınmadı, gedib, məsələn, necə eləyir, şeytanın yanına gedir, nəsə elətdirir. Həmçinin qardaşlar, başlayır xəyallara varmağa. Hissiyatlar əmələ gəlir onda qəribə. Bunlar da bəzi əlamətlərdəndir. Əlamətlər dəqiq demirəm.
Həmçinin Quranı xoşlamır eşitmək. Quran qoyanda xoşlamır, deyir söndürün. Və ya məsələn, əlamətlərdən demək olar, hamamda təkliyə çəkib, təklikdə ümumiyyətlə xoşlamaq, hansı ki, belə deyildi, başlayır təkliyə etməyə, xoşlayır tək qalmaq. Və ya məsələn, hamamda oturmaq, tək olmaq, hamamda. Gedir məsələn, natəmiz yerlərdə deyir, burada oturmaq istəyirəm. Aydın qardaşlar, yəni bu da əlamətlərdəndir. Məsələn, həmçə əlamətlərdən demək olar, əsnəmək, əleyhissalam, əsnəmək, xüsusən də Quran oxuyanda, çox əsnəmək, yəni demək olar, əlamətlərdəndir. Və ya məsələn, tutaq ki, hansısa bir vaxtda xəstələnmək, məsələn, ağrılar gəlmək. Məsələn, tutaq ki, hər şey yaxşıdır, gecə yatanda məsələn, ağrılar gəlir. Və ya sən günorta vaxtda ağrılar gəlir. Başqa vaxtı yaxşısan. Aydın, nəsə var. Sonra həmçinin hansısa bir şey sevirdin, artıq sevmirsən. İkra eləyirsən onu. Və ya məsələn, çox ağlamaq, səbəbsiz yerlərlə başlayıb ağlamağa, yanan yerdə. Təbii ki, bunlar hamısı nədir, qardaşlar? Bunlar hamısı oyaq olan vaxtda və yəni, sehirin əlamətlərindəndir. Təbii ki, yenə birdən səndə nəsə olsa bunlardan, təbii ki, bunlardan hamımızda ola bilər. Az ola bilər. Amma daimi olsa, onda müraciət elə, təbii ki, birinci müraciət eləməsi həkimə. Həkim müraciət eləmək lazımdır. Əgər həkim bir fayda vermədi, onda ruqiyyə elə. Ruqiyyə yəni müalicə, dini müalicədir. Yəni Quranla. Əsas birinci ruqiyyə gedir Quranla. Məsələn, Fatihə surəsidir. Məsələn, Həşr surəsindən bəzi ayələr. Məsələn, Bəqərə surəsindən bəzi ayələr. Məsələn, belə İxlas, Fələq, Nas, Ayət-əl Kürsi. Aydındır, buna hamısını müalicə eləyə bilər. Aydındır, bu ruqiyyə eləmək üçün də aptek zad açmaq lazımdır, qardaşlar. Ruqiyyə hamımız eləyə bilərik. Hamımız. Yəni, hamımız Fatihəni bilirik. O sahabələr hansı ki, keçirlər qəbilənin yanından, qəbilənin başçısını ilan sancmışdı. Getdi bir dənə Fatihəni oxudu. Yəni, ruqiyyə nəsə belə qeyri-adi bir şey deyil, qardaşlar. Aydındır. O biraz qeyri-adilik var, sən cini çıxartmaqda. Cini çıxartmaqda biraz qeyri-adilik var. Onu, məsələn, ola bilər müəyyən adam eləsin. Amma ruqiyyə hətta əgər doğrudan da adamı cin varsa, sən yenə ruqiyyə eləyə bilərsən ona. Aydındır. Orada bir çətinəti Fatihə. Fatihə yəni ruqiyyadır. Həmçinin deyirəm ki, həmişə təbii ki, cin demək, sehir deməkdir, düzgün deyil. Məsələn, göz də dəyə bilər insana və bu çox olur. Göz dəymək çoxdur, qardaşlar. Hədə insana gözü dəyir, öz uşağına heç xəbəri də yoxdur. Ona görə gözün də müalicəsi nədir? Ümumiyyətlə, gözlə sehiri necə ayırmaq olar müalicəsində? Məsələn, göz çox vaxt Quran eşidəndə ləzzət alır, yəni rahatlaşır. Bu gözdür. Aydındır. Amma sehir olanda isə Quran eşidəndə qəzəblənir. Quran eşidəndə istəmir. Bu artıq göz deyil. Yəni, belə, bunlar təbii ki, alimlər danışıblar bu məsələlərdə, qardaşlar. Yəni, bəzi işarələr eləyiblər buna. Yəni, xülasə, bugünkü dərsimiz çox qıssadır. Nuşra fəsli. Yəni, deməli, müalicə eləmək olar. Lakin iki növdür. Bir növü haramdır, olmaz. O da sehirlə müalicə eləmək. Şeytanlarla, baxıcılarla və s. O olmaz. Amma caiz yolu, hansı ki, ruqiyyə və s. bunu sahabələr eləyib, Peyğəmbər sallallahu aleyhi ve sellem eləyib, aydın qardaşlar, bunu eləmək olar. Ona görə müəllif rahimehullah nə üçün Tövhid kitabında bu məsələni gətirib? Tövhid kitabında gətirib ki, o qadağan növü olmaz, şirkdir. Qadağan növü olmaz. Aydındır. Ona görə kim məsələn gedir, cadını açdırmaq üçün baxıcının yanına düzgün deyil. Düzgün deyil. Çünki adam düzgün cadı ola bilər. Onun müalicəsi var. Ən yaxşısı cadını tapmaq. Onda tez açılır, tez gedir. Cadını tapıb tələf eləmək. Tələf eləysən, cadı bitir. Ya da tapa bilməsən, əlhəmdülillah Quran-ı Kərim var. Bizim ən yaxşı, Allah Subhanahu buyurur ki, biz Quranı nazil edirik möminlər üçün nə? Şəfa. Mömin üçün şəfadır Quran. Ona görə qardaş taba,
Ona görə müəllif rahimehullah o qadağan növünə görə ki, qadağan növün istifadə edirlər insanlar, hətta indi də özü də bilirsiniz. Ona görə müəllif rahimehullah tövhidə zidd olduğunu görə gətirib bu məsələ barədə. Və sonra müəllif buyurur ki, babu məcəə fit tatayyur. Yəni nədənsə qorxma, nə oldu ya? Demək ki, bu nəsə olacaq, quş uçdu belə, bu gün kərpic düşəcək başıma, çıxmayacam dərsə. Məsələn, bu gün qara pişik keçdi. Hər şeydən qorxma. İnşallah dərsimiz, gələn dərsə müəllif rahimehullah, yəni bu məsələyə toxunur. Biraz uzun fəsildir. İnşallah qalsın gələn dərsimizə. İnşallah Allah bilir düzün.